Hər birinizi salamlayıram. Bu video dərsimizdə tekstlər üzərində manipulyasiyalara dair bir məlumatı diqqətinizə çatdıracağam. Keçək məlumatın tətbiq hissəsinə və prosesin icrası ilə yaxından tanış olaq. Videonun bu hissəsində isə artıq tətbiq hissəsini yaxından tanış ola bilərik. Bunun üçün ilk öncə prosesi izah etmək istəyirəm sizlərə. Baxın, bizim etmək istədiyimiz məsələ nədir? Burada fərqli-fərqli linklər var. Görürük, biz bunu tez-tez qarşılaşırıq bu tip problemlərlə. Ona görə qərara gəldik ki, bu məsələ barəsində bir video izah çəkək. Hər kəs bu məlumatdan faydalana bilsin. Buradakı linklərin hər birini bir xananın, yəni bir Excel xanasının içərisinə sıralanmış formada yığmaq tələb olunur. Yaxşı, bunu necə eləyə bilərik? Bunun üçün sadə Excel formullarının kombinasiyasından istifadə edərək kompleks bir Excel formulu yaratmaq vasitəsilə biz bu problemi həll edə bilərik çox rahatlıqla. Amma necə edəcəyik? Bunun üçün biz sadə Excel məntiqlərini birinci başa düşməliyik. O hansıdır o məntiqlərimiz? İlk öncə istəyirəm onu bir məlumat verim sizə. Baxın, count A funksiyası nə işə yarayırdı? Count A funksiyası ilə biz istədiyimiz aralıqda neçə dənə dolu xana var, onu görə bilirdik. Bizim də məntiqimiz odur ki, görək burada neçə link var. O da dolu xanaların sayı qədər olduğundan biz bu məsələdən istifadə edərək o sayı əldə edə bilirik. Baxırıq ki, bizdə 37 ədəd o tip məlumat yer almış. Yaxşı, indi biz 37 məlumatı 1-dən 37-yə qədər düzməliyik ki, görək burada neçə dənə link var. Yəni link sayı qədər ardıcıllıq getməlidir. Bunun üçün də biz ədədi silsilə yarada bilən burada sekvensdən istifadə edə bilərik və sekvensin içərisinə baxın, bu aralığı salırıq. Yəni 37 ədədinə qədər 1-dən başlayaraq say deyirəm. O da 1-dən 37-yə qədər mənə dinamik olaraq məlumatı verir. Əgər mən bura 39-cu linki əlavə eləsəm, bura avtomatik, yəni 39-cu sətrə məlumat əlavə eləsəm, bura avtomatik 38 olaraq bu qeyd olunacaqdır. Yaxşı, indi mən necə eləyim ki, bunun sonuna bir nöqtə qoysun? Çünki bir nöqtə, boşluq və linki istəyirəm əlavə eləsin. Ona görə bu mənə lazımdır. Bunu eləmək üçün isə çox rahat bir formada biz tekstlərlə işləyəndə istifadə etdiyimiz formulu istifadə edə bilərik. Onu necə eləyirik? Dırnaq içərisinə, baxın, bu və işarəsidir. Nöqtə qoyuram və bir boşluq yazıram. Görürsünüz, 1 nöqtə, 2 nöqtə, 3 nöqtə belə gedir. Yəni hətta oradan sonra bir boşluq da qoyubdu, amma burada hal-hazırda aydın məsələdir ki, o boşluq simvol olmadığı üçün onu görə bilmirik. Bunu əldə edəndən sonra isə indi necə edə bilərik ki, baxın, bu linki onun yanına yapışdırsın. Bu işarədən əlavə etdik. Yazandan sonra görürük ki, burada bu linkləri sıralanmış formada əlavə elədi onun yanına, hər birinin müvafiq ardıcıllıqla. Yaxşı, indi mən necə eləyim ki, onlar bir xananın içərisinə yazılsın? Bunu eləmək üçün isə çox sadə formada text join funksiyasından istifadə edə bilərik. Bunun üçün isə delimiter hissəsinin, yəni delimiterin içərisinə artıq biz alt enter deyirik ki, o aşağı düşsün. Çünki birincini qoysun, düşsün aşağı, axır ikinci sətirdən yenə onu yazsın. Və ardıcıl olaraq belə davam eləsin. Buradan true deyirik. Bunu olduğu kimi saxlayırıq, əziz yoldaşlar. Və görürük ki, bu məlumat artıq düşdü bunun içərisinə. Baxırıq ki, bizim formulumuz çox sadə formada belə görünür. İndi biz bunu necə eləyək ki, istədiyimiz formada görək. Bunun üçün Ctrl+C deyirik və məlumatı kopyalayırıq. Daha sonra demək Ctrl+Alt+V-dən istifadə edərək bu pəncərəni, Paste Special pəncərəsini açırıq və buradan values-u seçirik. Seçəndən sonra OK deyirik və artıq məlumatlar hər biri bizim istədiyimiz kimi, tam da bizim istədiyimiz kimi burada yer alacaqdır, əziz yoldaşlar.